Baş parmağınızda keyləşmə. Parmaqlarında var keyləşmə. Bir də topuğundan yuxarı böyləmə var burada. Sonra bu sümüyündə ağrı çoxdur. Sol tərəfə yata bilmirəm. Belimdən vurur, bu sol tərəfdən böylədir. Gecə yuxum da gedir, yata bilmirəm. Məndə ağrı artır. İndi ağrı kəsici zat qəbul eləmişsəndə kömək eləmir. İndi olan yırtıqdır balaca, amma bu böyükdür. 9 milli artıq düşüb bax onurğa kanalının içinə. Ona görə sizi çox ağrıdır. Çünki sol buradan çıxan fəqərə arası siniri sıxır, periferik siniri. Bunun içində həm hissiyatı daşıyan liflər var, həm hərəkən vegetativ. Ona görə yandırır, göynədir, ağrıdır. Bax 5 il bundan əvvəl MRT edəndə 5 milli yırtıq olub bel fəqərəsində. Son illər hər dəfədə ağrılar artır, hər dəfədə müalicələr alıb. Fizioterapiya da alıb, düzdür, idman hərəkətləri də edib, iynə dərman müalicəsi də alıb. Belinə iynələr də vurub, amma son vaxtlar bu ağrı düzəlmir. Ay, yırtıq buradadır. Var mı ağrı? Var. Bu tərəfdədir. Burada Sol yoxdur. tərəfdə. Burada yoxdur. Çünki sol tərəfdə yırtıq sol kökçüyü sıxır. Burada necə? Var, ayağıma vurur. Buradan basan da ayağıma vurur. Burada oturaq seni keçir ona görə. Bəs burada qurtarır. Ora dəhşətdir. Buradan verir, gəlir belə. Buradan da keçir, böyürdən keçir. Yırtığın həcminin böyüklüyünün elə əhəmiyyəti yoxdur. Amma məsələn, ağrı daimidirsə, keçmirsə, ayaqda key var, getmirsə, sonra arıqlama varsa və sidri saxlamaq pozulubsa, mütləq göstərişli əməliyyata. Yəni biz elə olanda xəstəyə ayrı müalicə eləmirik. O xəstəyə eləyirik ki, özü istəmir əməliyyat olunmağı. Özü təkid edir ki, mən getməyəcəm əməliyyata. Biz müalicə eləmişik, bəli. Ağrıları çox azalıb, yırtığın həcmi kiçilib. Amma haradasa 9 millidirsə qalıb 3 milli. Məsələn, olmuşdu 13 milli, qalmışdı 4 milli. Yəni belə azalma ola bilir. Əzəllər görürsünüz, nətər asidozu var. Limon qabığı şəkli alıb. Gəlməmişdən əvvəlki ağrı ilə indiki ağrı arasında Fərq var. aha, nə qədər fərq var? Necə fərq var? 30% deyərdim ki, var məsələn, çünki gözümə də biraz işıq gəlir ki, olur. 30% ağrı azalıb, gözünüzə işıq gəlib. Aha, çox gözəl. Yəni heç bir ağrı kəsici, heç bir hər hansı bir Hələ ki əllərimizlə iş görürük. Bəli. Heç bir iynə zad vurulmuyor. Amma yırtıq varsa xəstə kompleks müalicə almalıdır.